Salam, hörmətli kanal izləyicilərimiz, Günəsmə Masazlı qəsəbənin Yeni Bakı Yaşar kompleksindən çox yaxın bir ərazidə bax görə bilərsiniz. Yeni Bakı binasıdır. Birbaşa marşrut xəttinə çıxışı var. Padvalına girişidir, şəxsi tikilidir, 5 otaqdan ibarət hörmətli kanal izləyicilərimiz. 4 təbəqəli qoşadaşla inşa olunub. Bax buradan da padvalını mən sizə göstərdim. Görə bilərsiniz, padvalı genişdir, hündürdür. Kürsü ağladaşla işlənilir, prekanın ağladaşla, məzənətin ağladaşla işlənilir və daha çox 5 hissəsini vurulub, bahalı plastik pəncərələr qoyulub, şəbəkə. Ümumilikdə 2 sot yaxın torpaq sahəsi üzərində inşa olunub. Çox gözəl bir yerdə yerləşir. İkinci mərtəbəmizin qalxan plekandır. Sağda evimizin qonaq otağıdır. A boyuna kimi vurulub verəcək və ya istəyə görə belə verilə bilər. Şəxsi tikilidir. Onu bir daha xatırladım, hörmətli kanal izləyicilərimiz. Bura evimizin qonaq otağıdır. Belə bir gözəl bir qonaq otağı var. Və yer istipolla kollektiv sistemi hörmətli kanal izləyicilərimiz. Burası isə birinci mərtəbə aid olan sanitar qovşağıdır. Mərtəbə arası manat beton, onu görə bilərsiniz. Aboylarını özü alınıb, vurulacaq duş kabinə üçün əlavə olaraq yer saxlanılıb. Sağda mətbəx, solda isə yataq otağıdır. Bax, belə bir yataq otağıdır. Pəncərəsi birbaşa öz həyətinə baxır. Buraya isə evimizin mətbəxidir. Mətbəxindən də evin arxasına çıxışı var. 2 metrdən yuxarı məsafə saxlanılıb, hörmətli kanal izləyicilərimiz. Bax, belə evin arxa tərəfi var, kombi sistemi də evin arxasında yığılıb. Birbaşa Yeni Bakı binaları görsəndə gördüyümüz kimi. İndi isə mən sizə ikinci mərtəbəsindən tanış edim. Tam mülkiyyətli, kupçal hörmətli kanal izləyicilərimiz 140 min manata satışa çıxıb, sözsüz ki, real alıcılarına yeni endirim olacaq hörmətli kanal izləyicilərimiz. Plekanlarda gördüyünüz kimi fərqli bir dizayn yığılıb, bahalı yığılıb hörmətli kanal izləyicilərimiz. Balkonuna çıxışıdır. Və burada sol tərəfdə isə 1, 2, 3 dənə yataq otağı, solda isə sanitar qovşağıdır. Bura sanitar qovşağının yeri istipolla təsis olunub. Yuxarısının çornopoluna kimi baxa bilərsiniz, paket qırışadır. Bir yataq otağımız burada mövcuddur. Pəncərəsi yəni bir daha xatırlam, öz həyətinə baxır. İkinci yataq otağımız buradadır. Aboylar vurulub veriləcək, laminatlı qapısı qoyulub vurulub veriləcək. Burası sonuncu yataq otağıdır. Yerləşmə yeri çox mükəmməl bir yerdə yerləşir. Sözsüz ki, qiymətində də yenə endirim olacaq. 2 sot torpaq sahəsinə yaxın üzərində inşa olunub. Buradan da balkonuna çıxışıdır. Və ikinci mərtəbəndə kollektiv sistemi bax buradan görə bilərsiniz. Balkon da genişdir. Yəni dostluq burada rahatsızlığından istirahət edə bilərsiniz. Əlavə məlumat üçün zəng vura bilərsiniz. Kanalımıza abunə olmağı, video beğenməyi unutmayın ki, yeni satış açılana birinci növbədə siz tanış ola biləsiniz.